Salam dəyərli izləyicilər. Bugün sizinlə Talış mətbəxinin ləziz təamlarından həm plovun yanında qara kimi, həm də ki başlı başına ayrıca bir yemək kimi çörəklə süfrəyə verməyə çox ləzzətli badımcanlı ət yeməyi müsəmma hazırlayırıq. Buna ali müsəmma da deyirlər. Əvvəlcə yağlı qoyun ətini tikələrə doğrayırıq. Qoyun əti yeyə bilməyənlər bu yeməyi yumşaq dana əti ilə də hazırlaya bilərlər. Və yanında da biraz quyruğu nazik şəkildə doğrayırıq. Çünki yeməyi quyruq yağında bişirəcəyik. Bunun üçün əvvəlcə qazançaya quyruq tikələrini əlavə edib onları yağda o üz bu üz çeviririk ki, quyruq öz yağını buraxsın, biraz da qızarsın quyruqlar, yəni bişsin. Daha sonra ət tikələrini də qızğın yağda o üz bu üz çevirib üzərlərini möhürləyirik. Belə qovurmalarda əti möhürləyəndə ətin bütün dadı ləzzəti içərisində qalır. Həm də ki kəfi ayrılmır. Yeməyə kəfi qarışmır. Fikir verirsinizsə su salmır. Həm də qazan biraz geniş olmalıdır ki çox yaxın olmasın tikələr bir-birinə. Daha sonra su əlavə edirik ətin üzərinə. Qazı azaldırıq. Qapağını qoyuruq bişsin. Və ardınca quru soğanı lələkvari doğrayırıq. Yarım halqa şəkildə doğraya bilərsiniz. Biz bu şəkildə doğradıq. Daha sonra tavaya ərinmiş kərəyaq əlavə edirik. Yağ isindikdən sonra doğradığımız soğanı da tavaya əlavə edib onu yumşalıb qızılı rəngə çalana qədər qovururuq. O vaxta qədər təmiz yuduğumuz badımcanları saplağını kəsib onların qabığını alacağı şəkildə soyuruq. Və hər bir badımcanın orta hissəsindən üstəgəl şəklində belə kəsik atırıq. Yəni badımcanları soyduqdan sonra, alacalı soyduqdan sonra onların orta hissəsində kəsik atırıq. Baxın bu şəkildə. Üstəgəl şəklində 4 çərtirik. Soğan biraz qovrulub şəffaflaşdıqdan sonra duzunu əlavə edirik. Yeməkdə soğana duz vuranda yemək çox ləzzətli alınır. Badımcanı da duzluyuruq. Daha yaxşı olar ki, o kəsdiyiniz, 4 çərtdiyiniz hissələri yaxşıca duzlayasınız ki, acılığa, əgər badımcanınız acıdırsa, bizdə çox acı deyil, ona görə acılığa ayrılsın. Soğan qovurulduqdan sonra soğanı tavadan yığırıq, bir başqa qaba yığırıq. Badımcanların da acı suyunu yuyuruq, duzunu yuyuruq, yaxşı süzürük suyunu və həmin tavada, soğanı qovurduğumuz tavada badımcanları düzüb, onları o üz bu üz çeviririk. Yumşalana qədər o üz bu üz çeviririk. Yeməyə zəfəran da əlavə edəcəyik. Ona görə zəfəranı da dəmlədik. Bir çimdik zəfəran əlavə edirik. Üzərinə də qaynar su. Badımcan qovurulduqdan sonra badımcanları da tavadan yığırıq. Və qovurduğumuz, bişirdiyimiz əti üzərindən bişirdiyimiz yumşalmış badımcanları və qovurduğumuz soğanı da tavaya üst-üstə əlavə edib belə bu şəkildə yeməyi yenidən həmin tavaya yığırıq və üzərinə belə turşu əlavə edirik. Abuxara turşu və dəmlədiyimiz zəfəranı da yeməyin üzərinə gəzdiririk və yeməyin ətin bulyonundan da qalmışdı. Onu da əlavə edirik. Bura abqora da əlavə edəcəyik. Abqoranı da əlavə elədik. Duzunu, qara istiotunu da əlavə edib qapağını qoyuruq. Az atəşdə yemək hazır olur. Qovurma hazır olana qədər biz düyünü də süzürük. Düyünü də dəmə qoyuruq. Artıq qovurmamız hazırdır. Baxın, çox ləzzətli bir yeməkdir. Süfrəyə veririk, hazırlayın. Əminəm ki, talışlar artıq bu yeməyi, yəqin ki, inanmıram ki, elə bir talış olsun ki, bu yeməyi bilməsin. Biz də talış mətbəxini çox bəyənirik. Talışların bir neçə yeməklərini hazırlayırıq. Ləvəngisi olsun, bir neçə yemək olsun. Bu da onlardan biridir. Bunu da öyrənmişik. Hazırlayırıq. Çox-çox ləzzətlidir. Kimlər əgər hazırlamırlarsa, bir dəfə hazırlayın. Əminəm ki, bəyənəcəksiniz. Plovla da super olur. Çox ləzzətlidir. Hələlik videonu bəyənməyi də unutmayın. Hələlik.